Hepinizi salamlayıram. Yeni vloguma və kanalıma hər biriniz xoş gəlmisiniz. Bugün özümü yaxşı hiss etmək üçün nələr etmişəm, onların hamısını sizin üçün də çalışdım ki, çəkim. İnsanı nə xoşbəxt edə bilər? Təbii ki, təmiz ev. Mən də neçə vaxtdır ki, ağlımda olan bəzi yerləri başlamışam yavaş-yavaş təmizləməyə ki, ağlımda qalacağına heç olmasa təmizləyim, həm özüm rahatlayım, həm də ev biraz rahatlamış olsun. Buna görə də fikirləşdim ki, elə vlogumu da təmizliklə başlayayım. Burada bir şeyi nəzərinizə çatdırmaq istəyirəm ki, normal həyatımda iş görərkən mən çalışıram ki, saçlarım toplu olsun. Bu zaman çox rahat oluram. Amma video çəkərkən bildim ki, kameranı yaxından qoyacağam və mənim üzüm istəmədiyim kimi düşəcək. Buna görə də saçlarımı biraz belə açmışam ki, üzümü tam örtməsə belə ən azından yaxın çəkiliş olduğu zaman çox pis düşə bilər insan. Buna görə də elə saçlarımı belə açıq vəziyyətdə demək olar ki, saxlamışam. Yəni bu nəzərinizdə olsun. Normal vaxtda isə mən çalışıram ki, saçlarımı toplayım. Burada yəqin ki, fikir verən diqqətli izləyicilərim olacaq ki, hətta bunun üçün diqqətli olmağa belə ehtiyac yoxdur. Mən üstdən geyindiyim jiletimi, yəni qaynanamın jiletini tərsinə geyinmişəm. Bunu da hal-hazırda videonu düzəldərkən görürəm və əlimdən heç bir şey gəlmir. Onu dəyişə bilmirəm. Bunu nəzərə alarsınız. Yəni heç baxmamışam ki, mən bunu necə geyinmişəm. Bəzən Alina ilə iş görərkən o qədər stresli oluram ki, yəni həm ona diqqət etməyə çalışıram, həm işi görməyə çalışıram. Həm də istər-istəməz videoda artıq bir şey düşməsin deyə çalışıram ki, həmişə ya bol paltarlar geyinməyə çalışıram, ya da bu jilet mənim üçün bəzən qurtarıcı olur. Çünki yəni uzun olduğuna görə rahat hərəkət etmək olur. Məncə siz mənim nə demək istədiyimi başa düşdünüz. Yəni buna görə də üzrlü sayın. Bir müddətdən sonra deyəsəm bunu dəyişəcəm, düzəldəcəm. İnşallah ki, ümid eləyirəm. Qızlar deyirəm, əməlli başlı usta işləyə bilərəm. Alina qapını qırdı. Onsuz da çətinliklə dayanmışdı qapı. Alina da sağ olsun bir dəfəlik elədi ki, yəni qapı əziyyət çəkməsin. Mən də gətirdim, evdə axtardım ki, bəlkə bu hissələrə keçirməyə nələrsə olar. Gördüm ki, yoxdur. Məndən müvəqqəti bu qırılan hissələri. Bunlar ikisi, bir də bu qırılmışdı. Mən də yapışqanla bunları yapışdırdım. Və inşallah tutar. Bir müddət belə qalsın. Birazdan qapını keçirib baxacam görək necə oldu, dayanırmı yoxsa yox. Yəni bunları onsuz dəyişmək lazımdır. Sadəcə müvəqqəti bugünlük. Bunların da şəklini çəkəcəm. İndi mağazaya gedib bunları da mütləq alıb dəyişdirmək lazımdır. Çünki bu formada yenə də qırıla bilər. Xanım da hadisə yerindədir. Baxır ki, necə bir iş bacarıb. Neynədin sən? Qırdın qapını? Hə? Qapını qırdın sən? Bunu qoymuşam ki, belə əlin yapışqana vurmasın. Parmaqları yapışar. Təzə bir problem çıxmasın. Amma maşallah qızım da bir yerdə dayanmır. Arxa divardakı o yəni ləkələr çıxmır. Oranı kraskalamaq lazımdır.
buranı elə bu formada yığdım. Bu balonları aşağıda qatıq satan var. Onları ona verməyə fikirləşirik. Buradakı balonların bəzilərini, bankaların bəzilərini atacağım. Çünki bizə lazım deyil. Çoxdur. Hələ mən bu tərəfi yığışdırmadım. Baxın nə qədər şey var. O tərəfə keçmədim. Çünki buranı elə güclə. Yəni ki, qırılmış qapı ilə nəticələndi buranı yığışdırmağım. Ona görə də digər tərəfə keçməkdən qorxdum. Buna görə də buranı qapısını falan bağlayım. Vaxtım olanda keçəcəm digər tərəfi də etməyə. Kızlar, bu yapışqandan harda görürsəz alın. Biz deyəsən bunu Hokka'dan almışdıq. Çox yaxşıdır, çox sürətli yapışdırır. Bir dənə bu hissə biraz oynadı yerindən. Amma digər yerləri, baxın, heç nə olmadı. Bunun aşağı hissəsi də olmalıdır, amma o yoxdur. O əvvəldən çıxıb. Deməli, qızlar, belə yapışdırdım. Video çəkmədi o hissəni. Buranı da yapışdırdım və bağladım. Elə bilirdim video çəkir. Amma dayanıbmır. Gedim telefonumda bəzi lazımsız şeyləri silim. Telefonumda lazımsız şeyləri təmizlədikdən biraz oturduqdan sonra gəldim. Başladım yemək hazırlığına. Keçən dəfə qaynanam qurban əti gətirmişdi, iş yerində kəsmişdilər və qoyun əti idi. Biz də onu mən də doğramışdım və saxlayırdım ki, ya kartofla qızardaram, ya da sobada bişirərik. Bu formada çox dadlı alınır. Buna görə də bu gün səhər tezdən əti çıxardım, buzu açıldı. Elə birbaşa qaynatmadan, çünki daha tez bişir. Buna görə də elə kartof filan evdən hansı tərəvəzlər varsa, onları da əlavə edərək sobada bişirəcəm. Keçən dəfə bir xanım yazmışdı ki, nəsə maraqlı bir şey hazırlayanda resepti də bizimlə bölüşün. Ona görə istəyirəm ki, hal-hazırda bişirdiyim yeməyin də reseptini həm sizə göstərim, həm də səsli olaraq da sizinlə bölüşüm. Deməli, ətləri yuduqdan sonra salfetka vasitəsilə suyunu çəkdim. Bundan sonra isə soğanı doğrayıram, uzun-uzun doğrayıram. Soğan qatmaya da bilərsiniz. Mənim xoşuma gəlir, xüsusi bir dad verdiyini düşünürəm. Kartofu, bibəri, sarımsağı filan doğrayıb hamısını içinə əlavə edirik. Pomidoru əlavə etmirəm, sonda üstünə düzürəm. Və bu formada əlavə etdikdən sonra tomat və qatıqdan da istifadə etmək olar. Mayonezdən istifadə etdim bu dəfə. Bu formada hamısını qarışdırırıq. Duz, istiot, sarkök üçlüsündən də istifadə edirik. Bu formada qarışdırıb təxmini 2 saata yaxın bişiririk və çox gözəl formada bişir. Onsuz bişdiyini həm ətin yumşaqlığından, həm də yağa düşməyindən hiss edəcəksiniz.
isə hələ ki bu formada qalsın. Mən istəyirəm ki, Alina yatan vaxt bu şkafı mən yığışdırım. Baxın, çox qarışıb. Görürsüz vəziyyətin. Yəni mən nisbətən biraz təmizləməyə, düzənləməyə çalışmışam, amma o qədər də yaxşı vəziyyətdə deyil. Ona görə istəyirəm ki, bir dəfəlik buranı təmizləyim, düzənləyim və daha səliqəli bir görüntü yaransın. Qızlar, indi fikirləşəcəksiniz ki, eyni bezlə həm də ədviyyat qablarının üzərini sildim. Amma əvvəlcə mən fikirləşdim ki, bu qabların hamısını, içindəkiləri boşaldıb yuyum. Sonra fikirləşdim ki, artıq Alina da oyanıb və stolun üstündəki hər şeyi götürmək istəyir və bugün mümkün olmayacaq. Buna görə də bunu digər vloqa saxlamaq istəyirəm. Növbəti zamanlarda, növbəti vloqlarda vaxtım olduğu zaman bu ədviyyat qablarının hər birinin içini boşaldıb yumağa çalışacağım. Amma bugün heç cürə mümkün değildi. Bu qabları da eyni olduğu kimi yerinə qoymaq istəmədim. Ona görə də üstünü heç olmasa azca da olsa belə təmizləməyə çalışdım. Amma növbəti vloqlarda bunu da səliqəli formada bütün ədviyyat qablarını yuyaraq səliqəli formada yerləşdirərik. Artıq mənim yeməyim də hazırdır. Yeməyimin də görüntüsünü bu formada sizin üçün çəkirəm. Bu arada çox dadlı alınmışdı. Dostlar, mən dünən gördünüz ki, buranı yığışdırırdım, amma işim yarımçıq qaldı. Ona görə də bugün yenə də səhər tezdən başlamışam. İndi səhər yeməyimizi yedik və başlayıram ev yığışdırmağa. Əsasda bu otağı yığışdıracağım. Gəlin birlikdə yığışdıraq. Ondan sonra da keçək şkafın digər hissələrini yığışdırmağa. Baxaq Alina bizə imkan verəcək yoxsa yox. Amma çalışacağım ki, bacardığım qədər yığışdırım. Tez-tez başlayıram əvvəlcə səhər yeməyindən qalan kirli qabları filan stolun üstünü təmizləməyə. Çünki stolun üstü mənə lazım olacaq. Şkafdan çıxan bütün hər şeyi stolun üstünə yığıram və o formada daha rahat olur. Düzdür, şkafı təmizlədiyim zaman artıq bu səsləndirməni edirəm. Çünki şkafı artıq təmizləmişəm. Şkafı təmizlədiyim zaman hamısını çıxara bilmədim. Çünki arxa tərəfləri təmizləməyə ehtiyac yox idi. Əslində ehtiyac var, amma mən fikirləşdim ki, onları da çıxarsam Alina ilə bunu etmək çox çətin olacaq. Bu günlərdə də vloqları çalışıram ki, evdə Alina ilə ikimiz olduğumuz zaman çəkim ki, əlavə səslər filan çox videoya düşməsin. Məncə bu formada daha da keyfiyyətli vloqlar alınır. Və siz necə düşünürsünüz? Həm də iş gördüyüm zaman çalışıram ki, vloqlarımı çəkim. Çünki iş görmədiyim zamanda izləyiciləri maraqlı olmur və ya hər hansı bir yerə getdiyim zaman vlogu çəkməyə çalışıram. Nəsə ümumiyyətlə maraqlı bir şey olduğu zaman çalışıram ki, sizin üçün də vloq çəkim. Bu vloqun sonunda isə Temu bağlamam var. Onu da açmışam. İçində də çox maraqlı şeylər sifariş vermişdim. Onları da əgər vloqun sonuna kimi baxmağa səbriniz çatsa, onları da görəcəksiniz. Alina, peçenyeleri yığ. Yığ, getir stolun üstüne koy. Bak, bura koy.
Getir peçenyeleri koy bura. Hamısını getir. Ne getirirsən sən? Heç nə gəlib çıxmır əlifdə. Böyüklərini götür, böyüklərini, balacalarını götür. Peçenini götür də, böyük peçenini. Ağzına da atır. Hə, nə gətirdin indi sən? Hə, nədir o? Böyük peçenyeləri gətir. Əlin altındakini götürmür. Çıxdı getdi. Belə bir qabımız var. Bunu yudum, şampunladım. Burada peçenyelər var. Belə xırda-xırda. Bu hissədə belə xırda-xırda şeylər var. İstəyirəm hamısını onun içinə yığım və buradan bir düzəldim qoyum ya da yuxarı hissəyə lazım olduqca onun içindən götürüm. Sizcə necə fikirdir? Çünki belə ayrı-ayrılıqda qaldığı zaman çox yer tutur. Bu arada səsim də artıq gedib, biraz üstünüzə sağlıq, qrip oluram deyəsən. Qrip oluram deyəndə artıq 2 gündür səsim bu formadadır. Dünən çox hiss olunmurdu, bugün lap çox artıb. Siz də özünüzü qoruyun. Yəni ona görə səsim bu formada çıxır, səsimə görə üzrlü sayın. Olmaz. İbrahim. Bəlkə deyirəm, burada bir yer açın. Kənardan qoyun. Kızlar bu formada oldu. Çox ürəyimcə də olmadı, amma başqa bir yer də yoxdur. Burada əslində boş yer var, amma bura qoysam biz hər gün bu ədəbiyyatlardan istifadə edirik. Ona görə də çox rahat olmayacaq. Elə bu kənarda olmağı hələ ki yaxşıdır. Maksimum şəkildə səliqəli etməyə çalışdım, amma elə bu formada alındı. Məncə hələ ki yaxşıdır. Bu konfetləri də qoyum içinə, hamısı səliqəli formada qalsın. Kızlar, indi burada iki işimiz var. Bir o xalçanı, burada gördüyünüz xalçanı yerə yapışdırmaq istəyirəm. İndi bir üsul yoxlayacağım. Baxacağım görək alınırmı? Bir də toz soranı təmizləyəcəm. Mənə uzun müddət əvvəl bir xanım yazmışdı fantom toz soranını. Yəni içini, torbasını necə dəyişirəm, nələrdən istifadə edirəm. Mən də bilmirəm indi o xanım məni izləyir yoxsa yox. Ümumiyyətlə sizə maraqlıdırsa indi bir yerdə açaq. Və göstərim ki, mən necə bunu təmizləyirəm, yaş salfetkanı necə yerləşdirirəm. Yəni buna görə istədim ki, bu hissəni də çəkim. Amma birinci fikirləşirəm oranı yapışdırım. Ondan sonra bunu da edərik. Deməli, iki tərəfli belə yapışqanım var. Bunun vasitəsilə belə bir video da görmüşdüm. Bunu kəsib yerdən yapışdırırsınız. Üstündən də xalçanı yapışdırdığımız zaman yəni xalça tərpənmir. Yoxlayaq görək alınırmı? İnanmıram alınar, amma yenə də yoxlamaq istəyirəm.
Kızlar belə oldu. Bilmirəm, indi bir neçə dəfə əliylə keçsin üstündən. Bilinəcək ki, yapışdı, yapışmadı. Kızlar, bunun artıq yuyulma vaxtı çatıb. İndi hamamda aparıb bunu yuyacağam. Bu hissələrdə çox danışdığıma görə montaj zamanı o hissələri kəsdim və fikirləşdim ki, buradan səsləndirməni edim. Burada əslində yaş salfetkanı sizə göstərəcəkdim, amma görürəm ki, artıq bunları yuyuram və gələn vloqlarda mütləq sizə ətraflı şəkildə göstərəcəm. Kızlar, bu artıq istifadəsi bitib deyə bu vəziyyətdədir. Amma təmiz su çıxdığına görə deməli ki, təmizləndi. Artıq rəngi dönüb, yəni əvvəllər ağappaq idi, indi alt rəngi çıxır. Bu hissələrdə də əslində çox danışıram. O hissələrdə kəsdim. Fikirləşirəm ki, izləyicilər üçün sıxıcı olar. Həmişə qısa formada məlumat verməyə çalışıram, amma bəzən fikrimi tam çatdırmaq istədiyimə görə görürəm ki, çox uzanır. Buna görə də elə iş görərkən fikirləşdim ki, üstündən səsləndirmə etsəm daha yaxşı olar. Burada fantom toz soranını əslində yaş salfetka qoymadan da o kisələrdən istifadə edə bilərsiniz. Trendyolda daha ucuzdur, sərfəlidir. Amma mən hələ ki almamışam. Düzü yadıma düşmür. Həm də yaş salfetkadan onsuz da rahat formada istifadə olunduğuna görə, yəni yadıma demək olar ki, düşmür. Elə o formada da istifadə edirəm. Yəni mənim üçün əlverişlidir. Buranı da mən dünən Domestosla yummuşdum. Sadəcə indi toz olmasın deyə belə şampunladım sadəcə. Yəni fikirləşərsiniz ki, əl üzüyanın içini adi bir şampunla yudu. Amma mən əlimə Domestos vura bilmirəm. Həm də bir gün əvvəl yuduğuma görə bu formada məncə yetərincə təmizləndi. Hətta bunun məlumatını belə burada sizə verirəm. Amma o hissələri kəsdiyimə görə fikirləşdim, bunu da deməyim yaxşıdır. Burada da əllərimi yaxşı-yaxşı yuyuram ki, əlimdə heç nə qalmasın. Kızlar, fikirləşirəm ki, evə biri gəlsə, elə biləcək ki, bugün mən heç bir iş görməmişəm. Çünki girən kimi birinci bizim yataq otağımızdır. Burada hələ də yığılmayıb. Çünki səhər heç halım yox idi. Getdim birinci yemək yeməyə. Yeməkdən sonrasında artıq siz bilirsiniz ki, nələr oldu. Özümə iş çıxardım. İndi də o işlər bitdi. Gəldim ki, buranı yığım. Əslində heç halım yoxdur. Amma yenə də yığmadım. Lina da gətirib oyuncaqlarını töküldü. Yığıb gətirdi bütün oyuncaqlarını. İndi tökəcəyim. Qızlar, burada yadıma düşür ki, keçən dəfə bir xanım mənə yazmışdı ki, yatağı çox səliqəsiz yığırsınız. Buna görə də maksimum şəkildə səliqəli formada yığmağa çalışıram. Amma siz də fikir verirsiniz ki, iki tərəfdən yatağın kənarları bağlıdır. Yəni, bundan artıq mən səliqəli formada buranı yığa bilmirəm. Bundan sonra isə keçirəm. Makyaj masamın üstü də çox qarışmışdı. Buranı da təmizləyirəm. Evet. Kızlar, çiçeklerimi de vurdum. Şimdi buranı bir de sileyim. Zaretkamda bitir. Telefonda yerde dolu. Ona göre gedirəm mən. Həm yer boşaldım telefonda. Buranı elə belə də sileyim. Bu qədər. Məncə yetərincə təmiz oldu. İndi gedirəm çay içməyə. Qızlar, çayımı da içdikdən sonra başlayıram günün yeməyini hazırlamağa. Əslində sizin üçün də vloqa çəkmək istəyirdim. Sadəcə telefonumda yer bitdiyinə görə o hissələri tam formada çəkə bilməmişəm. Bir də mən Temu bağlamasını bu formada açmışam və çəkmişəm. Buna görə də istədim ki, videonun üzərinə əlavə edim. Onsuz da yemək hissəsini o qədər də ayrıntılı çəkə bilməmişəm. Belə bir şeylər almışdıq. Hard disk aldıq. Bundan sonra Alina üçün də müxtəlif cür oyuncaqlar almışıq. Bu videonu tam formada izləmək istəsəz, mən çalışacağım ki, Instagramda və YouTube'da qısa video olaraq da sizin üçün paylaşım. Maraqlı oyuncaqları hamısını ayrıntılı formada görə bilərsiniz. Yeməyim də bu formada oldu. Sizin üçün son halını çəkdim. Məni izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti vloqlarda görüşərik. Özünüzə çox-çox yaxşı baxın. Hələlik.